Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. Bugün, yəni 18 may 2025-ci il tarixində bildiyiniz kimi Təhsil Nazirliyi 6-cı sinif şagirdləri üçün məktəblərdə monitorinq keçirdi və bu monitorinqin Azərbaycan dili suallarının izahını mən bugün sizinlə bölüşəcəm. Sizin üzərinizə düşən vəzifə sadəcə və sadəcə videonu bəyənmək, kanala abunə olmaq, şərh yazmaqdır. Baxaq birinci mətnə. Sonda isə təbii ki, öz fikirlərimi, subyektiv fikirlərimi səsləndirəcəm ümumiyyətlə imtahan haqqında. Birinci mətnimiz qeyri-aktiv həyat tərzidir. Gördüyünüz kimi burada insanların qeyri-aktiv həyat tərzi keçirməklərinin səbəbi və faiz göstəriciləri göstərilmişdir. Gəlin baxaq, yəqin ki, siz mətnlə tanışsınız. Əgər mətnlə tanış deyilsinizsə, videonu saxlayıb, mətnlə tanış olub, daha sonra isə cavablarınızı mənimlə birgə yoxlaya bilərsiniz. Gəlin başlayaq birinci sualdan vaxt itirmədən. Mətndə bu barədə məlumat yoxdur, deyir. A variantında fiziki aktivliklə bağlı aparılan araşdırma. Baxın, burada fiziki aktivliklə bağlı aparılan araşdırma onsuz da burada bizə görünür. Ona görə A variantını buradan çıxırıq. Bizə deyir ki, məlumat yoxdur, olmayanı istəyir. Fiziki aktivliyin azalmasının səbəbləri nədir? Təbii ki, araşdırılmışdı və bunun səbəbi insanların texnologiyanın inkişafı ilə əlaqədar fiziki aktivliyin azalmasıdır. Yəni, ikinci abzasın elə birinci cümləsində bizə bunu göstərmişdi. Ona görə B variantında çıxıram. C-dədir ki, fiziki aktivliyin artırılması üçün həlli yolları. Bax, bu verilməmişdi yəni bizə. Burada elə cavab olacaq C variantı, amma D-yə də baxaq. Pasiv həyat tərzinin sağlamlığa mənfi təsirləri. Bəli, artıq burada pasiv həyat tərzi keçirməsi deyir insanların birinci abzasda. Ürək damar, onurğa problemləri, artıq çəki, stres, diqqət yayınıqlığı başqa xəstəliklərə səbəb ola bilər. Yəni, birinci abzasın birinci cümləsində elə o barədə bizə məlumat verir. Məlumat olmayan C variantı idi birinci sualda. 2. Mətnə əsasən inkişaf etmiş ölkələrdə aktiv həyat tərzinin azalmasının əsas səbəbini göstərin, deyir bizə burada. İnsanların daha sağlam qidalanması, xeyr, aktiv həyat tərzinin azalmasının səbəbi insanların daha sağlam qidalanması deyildi. Kənd təsərrüfatı və fiziki əmək tələb edən işlərin üstünlüyü. Üstünlüyü olsaydı niyə yəni aktivlik azalsın ki? Bu da yəni deyil, aid deyil B variantı da. C-də texnologiyanın inkişafı və hərəkətə ehtiyacın azalması. Bəli, C variantı idi. Cavab D-dədir ki, insanların idmana marağının artması, yox, fiziki aktivliyin azalmasının səbəbi idmana marağının artması deyil, əksinə azalması ola bilər, yəni artması ola bilməz. 3-də deyir ki, şəkildə və mətndə verilmiş məlumatlara istinad edərək düzgün fikri tapın. Baxın, burada deyir ki, bu şəklə əsasən deyir, təbii ki, görürsünüz ekranda. Buna əsasən burada bizə deyir ki, ən qeyri-aktiv olan Küveytdə 67%-lə, ən aktiv olan isə Uqandadır 5,5%-lə. Yəni, digər ölkələrin də ABŞ, Braziliya, Birləşmiş Əmirlik, Çin, Hindistan və digərlərinin də Rusiyanın da burada göstəricilərin vermişdi. İndi bizə deyir ki, burada şəkildə və mətninə istinad edərək düzgünü seçin. Çin əhalisinin əksəriyyəti fiziki cəhətdən qeyri-aktiv həyat tərzi keçirir. Baxaq Çin əhalisinə. Çin yazılı 14%-dir. Nəyə qeyri-aktivdir ki? Bu yanlış fikirdir. Ona görə A-nı çıxıram. ABŞ-da əhalinin həyat tərzi aktivlik baxımından Rusiyadan daha yaxşı vəziyyətdədir. Baxaq, Rusiyadan daha yaxşı vəziyyətdə ABŞ-ı deyir bu. Baxın bura. Müqayisə eləsək görəcək Rusiyada daha yaxşıdır vəziyyət. ABŞ-da isə əksinə. Ona görə bu variant səhvdir, düzgün deyil. Çünki deyir ki, ABŞ-da əhalinin aktivliyi Rusiyadan yaxşıdır. Halbuki Rusiyada daha yaxşıdır, yəni 17%. C-dədir ki, şəkildə dünyanın bütün ölkələri üzrə qeyri-aktiv əhalinin faizlə göstəricisi təqdim olunub. Şəkildə dünyanın bütün ölkələri üzrə qeyd olunmayıb. Bütün ölkələr verilməmişdir burada. Ona görə C yanlışdır. Braziliya qeyri-aktivlik göstəricisi yüksək olan ölkələrdəndir. Baxaq görək, Braziliya qeyri-aktivlik bəli 47%-dir. Yəni ondan da aşağı olanlar var. Yəni Hindistan var, Avstraliya var, Uqanda var, Birləşmiş Krallıq var, Çin var, Rusiya var. Bu düzgündür yəni. Yüksək olan ölkələrdən də cavab burada D variantı 3-də. Mətnin sonunda texnologiyanın inkişafı fiziki fəallığı minimuma endirir fikri ilə nə nəzərdə tutulur? Yəni nəyi demək istəyir? Baxın burada deyir ki, fiziki aktivliyi minimuma endirir. Sağlamlıq üçün böyük risklər yaradır. Bu, qlobal problem kimi dünyada ciddi narahatlıq doğurur. Demək, 4-də cavab olacaq. Texnologiyanın yaratdığı rahatlıq insanların az hərəkət etməsinə səbəb olur. C variantı bizim doğru cavabımız olacaq. A-da deyir ki, insanlar texnologiyadan düzgün istifadə etməyi bacarmırlar. Xeyr, yəni nə qədər də yəni toz sorandan necə istifadə edə bilərsən ki, paltar yuyandan necə istifadə edə bilərsən ki, başqa cür. Atırsan, sənin əvəzinə paltarı yuyur, toz soranı qoşursan, sənin əvəzinə evi toz soranlayır. B-dədir ki, texnologiya insanı daha çox işləməyə məcbur edir. Yanlışdır, əksinə daha az işləməyə.
Texnologiya insanların daha sağlam yaşamasına kömək edir. Əksinə, fiziki fəallığı zəiflədir və insanlar da artıq ürək-damar xəstəlikləri yaranır, yəni artıq çəki yaranır. Bu kimi problemlər üzə çıxır. 4-də cavab olacaq C. 5-də şəkildə və mətnə görə verilmiş məlumatlardan çıxış edərək Küveytə aid doğru fikirləri. Baxın, Küveyti tapaq birinci. Küveyt buradadır. Küveytə aid olan doğru fikirlər. Görürsünüz ki, 67%-dir və ən qeyri-aktiv həyat tərzi keçirən ölkələr sırasındadır Küveyt 67%-lə. Əhalisi daha çox kənd təsərrüfatı ilə məşğuldur. Bu barədə heç nə deyə bilmərik. Çünki kənd təsərrüfatı ilə məşğuldursa, bunlar aktiv həyat tərzi keçirməlidirlər. Amma görürsünüz ki, 67%-dir. Yüksək gəlirli ölkədir, bunu saxlayaq. Texnologiyadan az istifadə olunur, əksinə çox istifadə olunur. Əhalisi daha çox ofis işlərində çalışır. Bu doğru ola bilər, çünki 67%-dir. Yüksək gəlirli ölkə də ola bilər, çünki bu 3 yanlışdır. Yəni texnologiyadan az istifadə olunur desək, əgər bunlar çoxlu hərəkət edirlərsə, texnologiyadan az istifadə edirlərsə, evi tozsoran yox, bunlar süpürürsə, məsələn, paltarı yuyan yox, bunlar yuyursa, o zaman daha yəni aktiv olmalı idi bunların həyat tərzi. Amma burada 67%-dən danışır. Bu da demək 2, 4 cavab A variantı olacaq. Demək bu bizim birinci mətnimiz, yəni qeyri-aktiv həyat tərzi olan adı başlıqlı olan mətn. İndi isə keçirik ikinci mətnə. Böyük düyü kasası daha doğrusu. Bu mətndən də yəqin ki tanışsınız. Tanış deyilsinizsə, yenə də ekranı sizin üçün böyüdürəm. Ekranı saxlayaraq mətnlə tanış olub, daha sonra cavablarınızı mənimlə birlikdə yoxlaya bilərsiniz. İndi isə hal-hazırda monitorinqdə iştirak edən şagirdlər isə birbaşa mətnlə tanış olduqları üçün cavablarını yoxlaya bilərlər artıq. 6-da deyir ki, Qosir yaşlı qadının etibarını necə qazandı? Burada bir yaşlı qadının 3 oğlanı övladlığa götürməsindən danışır 11 yaşlarında və onları tərbiyələndirməsini, ikisini yaxşı paltar geyindirib məktəbə yollamasından, üçüncünü isə artıq öz yanında, yəni ona ev işlərində, həyat baca işlərində kömək etməsini tapşırır. Amma sonda isə görür ki, əslində o məktəbə yollamadığı uşaq, yəni onun gözlərində də problem var idi. Məktəbə yollamadığı uşaq isə daha ona sadiq çıxır, daha ona necə deyim, diqqət ayırır. Qosir yaşlı qadının etibarını necə qazandı? Bu yanğın nəticəsində etibarını qazanır ki, o qadını öz belinə mindirir və sonra isə onu oradan çıxardır. Yanğında cəsur davrandı, bəli, bu düzgündür. Doğma oğlu idi, xeyr, övladlığa götürmüşdü, gəlin ikini çıxaq. İşlərini məsuliyyətlə görürdü, bəli, bu düzgündür. Yaş da daha böyük idi. Yaş da daha böyük değildi, xeyr, 4-ü də çıxıram. Çünki eyni yaşda deyirdi, 11 yaşları var idi, yəni. Yaşda daha böyük necə deyə bilirik? Çox kitab oxuyurdu, bəli, çox kitab oxuyurdu. Yox, bunu çox kitab oxuyurduğunu deyə bilmərik. Çünki axı dedim, gözlərində problem var idi. Bunu gözləri açılandan sonra çox kitab oxumağını deyə bilərik. Yəni qadın artıq onda həyatda yox idi. Amma yaşlı qadın etibarını qazanma hissəsinə 1-dən 3-ü deyəcək. Cavab olacaq A variantı. 7. Mətn haqqında hansı başlıqla adlandırıla bilər? Var dövlət əsl xoşbəxtlik səbəbidir. Xeyr, qəti şəkildə bunu sonluqdan da görürük. Sehirli qüvvələr yalnız yaxşı insanları seçir. Xeyr. Şanslınsansa uğur həmişə səninlədir. Xeyr. Zəhmət və bilik, bəli, bu doğrudur. İnsanı uğura aparır. 8. Mətnin məzmunu hansı fikir təsdiq etmir? Nə əkərsən, onu da biçərsən. Bu təsdiq edir əslində. Bilik, savad yalnız məktəbdə əldə edilir. Bu yanlışdır, çünki kitabxanada o yalnız kitab oxuyurdu. Yəni məktəbə getmədən də 3-cü qardaşın biz təhsil, elm, bilik, savad əldə etdiyini görürük. Elm maddi sərvətdən üstündür, bəli. Zəhmət çəkən zərər çəkməz, bu da doğrudur həqiqətən. Demək 8-də cavab oldu B variantı. Yaşlı qadın Qosirə arzu edərkən niyə yaxşı fikirləşməyi tapşırdı? Çünki bu arzularını yaxşı fikirləş və bu qabı, yəni düyü qabını qoru deyirdi. Demək 9-da A-da deyir ki, qoca qadın kasanı qorumaq istəyirdi. Yaxşı fikirləşməyi tapşırmağın əlaqəsi yoxdur. Çünki Qosirin gözləri görmürdü, yanlışdır. Kasa sınarsa verdikləri yox olacaqdı. Bəli, bu elə ona qadın mətnin içərisində də başa salırdı ki, bu kasa əgər sınarsa bütün hər şey yox olacaq. Yəni onu doğru qoru. Yəni baxın bu hissəni dəqiqə həmin hissəni tapım sizə göstərim ki, sizin üçün daha bu deyir kasa sehirlidir, ona müraciət reallaşdırır, amma nə badə qapısına sınan kimi həyata keçən bütün arzular geri alınacaq. Ona görə arzu tutanda yaxşı fikirləş. Demək bu cavab olur burada C variantı. D-də də ki, kasanı yalnız Qosir istifadə edə bilərdi. Yanlışdır, çünki elə qardaşları da ondan istəyəndə istifadə üçün onlara da imkan yaradır. Bu da onun ürək açıqlığından xəbər verirdi. Keçək 10-cu suala. 10-cu sualda deyir ki,
Lando və Su Jonun kasa ilə ehtiyatsız davranışı nə ilə nəticələndi? Biri dartır o tərəfə, biri dartır bu tərəfə. Yaşlı qadının evində yanğın baş verdi. Bu əvvəlki hadisəyə aid olduğu üçün ona görə biriləri çıxıram. B ilə D çıxır. Qosir görmə qabiliyyətini itirdi. Bəli, kasa ona görmə qabiliyyətini bərpa eləmişdi. Bu düzgündür. Yetkin yaşlarına məktəbə getməli oldular. Bu da düzgündür. Çünki heç nə, yəni kasadan istəmişdilər ki, kasadan daha doğrusu kasa oxuyuram bunu. Kasadan istəmişdilər ki, onları, yəni üçüncü qardaş gözlərinin açılmağını istəmişdi. Onlar isə çoxlu var-dövlət və yeyib-içməklə dolu olan bir ev istəmişdilər. Yəni bir göz qırpımında sərvətlərini itirdilər. Bu da doğrudur. Onlar içində ən böyük müdrik şəxslər oldular. Bu yanlışdır. Ona görə cavab olacaq 2, 3, 4 A variantı. 11. Hansı bənddə səbəb-nəticə əlaqəsi pozulmuşdu? Yaşlı qadın oğlanlardan ikisi məktəbə göndərdi. Onlar müdrik alim oldular. Xeyr, müdrik alim filan olmurlar yəni onlar. Bu yanlış fikirdir elə burada. Burada səbəb-nəticə pozulub. Evdə güclü yanğın baş verdi. Qosir cəsur və fədakar davrandı. Bəli, qadını oradan çıxarır yanğından. Lando və Sujo günlərini yeyib-içməklə, əyləncə ilə keçirdilər. Təhsillərini yarımçıq qaldı. Bəli, bu da doğru səbəb-nəticədir əslində. Qadın yanğından Qosir xilas etdi. Bəli, sirli kasa ilə mükafatlandırıldı. Bəli, bu da düzgündür, yəni səbəb-nəticə olaraq. Yəni deyir ki, mən həqiqətən bildim ki, mən əmin əllərdədir, yəni bu. 12-də Lando və Sujonun məktəbə qayıtmaları sizcə nə ilə izah edilə bilər? Bax, burada mətndə həmin hissəni göstərəcəm sizə. Deyir ki, və artıq malikanəsinə əsər əlamət var, dövlətdən əsər əlamət qalmır. Bax, bu abzasdan artıq deyir ki, qəflət yuxusundan indi ayılan Lando və Sujo kör peşman təhsilinə davam etdilər. Qəflət yuxusundan ayıldılar. Artıq nə etdilər? Peşman oldular. Ona görə də burada olacaq əsl sərvətin nə olduğunu anladılar. B variantı. Yəni bunları razı saldı fikri də səhvdir. Anaları vəsiyyətlə bunu istəmişdi də səhvdir. Kəndin varlı adamlar təhsilli idi fikri də səhvdir. Yəni əsl sərvətin nə olduğunu anladılar və qəflət yuxusundan oyandılar. Cavab olur 12-də B variantı. 13. Nə üçün Qosir kasanın qırıq hissələrini yapışdırıb saxladı? Sehrin yenidən qayıdacağına ümid edirdi. Yox, ümumiyyətlə inanırdı o. O kasanı xatirə kimi saxlamaq istəyirdi. Bəli, bu düzgündür. Çünki kasa hələ də arzularını yerinə yetirirdi. Yanlışdır. Kasanın qırılması qəbul edə bilmirdi. Bu da yanlışdır, yəni. 14. Qosir ilə bağlı doğru fikri seçin. Oğlanların kasaya şərik olmasını razılaşmağı onun xeyirxahlığını göstərdi. Bu əslində həqiqətən doğru fikirdir, A variantı. Yəni razılaşır qardaşları ilə, amma qardaşları isə ona əmanət edilən o kasanı eşidəndə bir pis olurlar. Keyfləri, əhvalları pozulur ki, bizə niyə əmanət olunmadı? Qadın tapşırmışdı ki, o kasadan var dövlət istəməsin. Xeyr, yanlışdır. Yanğın zamanı qatı tüstü və güclü alovun təsirinə onun gözləri açıldı. Xeyr, yəni istədiyi arzu reallaşmışdı əslində. Alovun təsiri yox idi. Onun kasaya varis seçilməsini digər oğlanlar ədalətli seçim hesab edirdilər. Yanlışdır. Çünki ədalətli eləmirdilər, yəni həsəd aparırdılar əslində ki, bizə niyə olunmadı? 14-də cavab A variantı. Keçək 15-ə. 15-də deyir ki, mətnə əsasən yanlış fikirləri müəyyən edin. Baxaq, uşaqlar körpə olanda yaşlı qadın onları uşaq evinə qoymuşdu. Yox, uşaq götürmüşdü əslində, qoymamışdı. Yanlışdır bu. Gəlin yanlışları belə yox, belə eləyim ki, minus plus. Övladlığa götürən uşaqların birinə fərqli davranılırdı, bəli, sonuncuya. Qosir cəsarətli qadını təəccübləndirdi, doğrudur. Elə 2-3-ləri çıxıb tapa bilərsiniz əslində cavabı. Baxın, 3-ü buradan çıxdım, 2-ni buradan çıxdım, 2-ni 3-ü buradan çıxdım. Cavab qalır A variantı, amma yenə də biz axıra qədər gedək. Yanğına qardaşlar səbəb oldular, yanlış fikirdir. Kasa ehtiyatsızlığı ucbatından sındı, bəli. Bu düzgündür. Yanğın zamanı oğlanlar köməkləşib qadını xilas edirlər. Yalnız sonuncu xilas edir. Onlar çıxırlar. Yəni qaçırlar qırağa. 1, 4, 6 cavab A variantıdır. Keçək növbəti tapşırığa, yəni 16-25-ci tapşırıqlarda mətn üzərindədir ki, moda və təbiət. Burada təbiətə dəyən modanın təbiətə vurduğu fəsadları əslində bizə göstərir açıq-açıqlığı ilə və məkan baxımından da göstərir ki, hansı, yəni necə deyim, nəyin inkişafı, moda baxımından nəyin inkişafını ləngidir, belə deyək. İndi siz əgər mətnlə tanış deyilsinizsə, mətni oxuyub, yəni ekran saxlayıb mətnlə tanış olub, daha sonra isə suallarınızı mənimlə bərabər cavablandıra bilərsiniz. Bu arada əgər kanala abunə olmamısınızsa, kanala abunə olmağı, videonu bəyənməyi, zəhmətə, əməyə hörmət əlaməti olaraq videonu bəyənməyi unutmayın. Gəlin keçək növbəti suala. Demək, burada 16-cı sualda mətndə hansı suala cavab yoxdur? Monqolistanda uzun müddətli yun istehsalının ekologiya mənfi təsirləri nələrdir? Və burada verilmişdir əslində ki, Monqolistanda ki, Kəşmir yun parça istehsalı baxımından, yəni ən böyük
Kəşmir istehsalçısı sayılır Monqolistar və deyir ki, keçilərin çoxaldılmasına səbəb olur və keçinin çoxaldılması da deyir otlaq sahələrinin, göllərin, çayların qurumasına gətirib çıxarır. Demək bu vardı bizdə. Yəni bu barədə cavab var A-da. B-də deyir ki, Aral dənizinin qurumasına nə səbəb olmuşdu? Bax burada Aral dənizini deyir əslində ki, Aral dənizinin 40 il ərzində 90% qurumasına səbəb olmuşdu. Nə? Qazaxstanda pambıqçılığın inkişafı. Bax bu da verilmişdi əslində burada. B-ni də çıxıram. Süni materialdan hazırlanan geyimlərin hansı ekoloji problemlər yaradır? Hansı ekoloji problemlər yaradır süni materialdan hazırlananlar? Bax buna da baxaq. Bana deyir ki, süni parçalardan hazırlanır, deyir, sintetik və belə parçalanın torpaqda parçalanır 200 il çəkə bilir, yəni parçalanmır da, yəni konkret olaraq bizə deyir burada. Demək C-də var. Geyim sənayesi ölkəmizdə necə inkişaf edir? Ölkəmiz haqqında burada məlumat vermir bizə. Cavab olacaq D variantı. 17. Mətnə əsasən moda sənayesinin ekoloji təsirlə bağlı doğru. Hansı fakt doğrudur deyir. Hər il geyimlərin 85% emal edilir. Bu barədə məncə mətndə bir məlumat yox idi. Gəlin bir də baxaq ki, dəqiqlik olsun, yanlışlıq olmasın. Burada deyir ki, hər il tekstil məhsulların 85% zibilliyə atılır. Əksəriyyəti tez ucuz başa gələn süni parçalardan hazırlanır. Onlar da emal oluna bilmir, yəni torpaqda parçalana bilmir. Ona görə bu yanlış fikirdir əslində. Emal edilir fikri səhvdir. Atılır, tullanılır. Moda sənayesinin inkişafına su ehtiyatlarının tükənməsinə səbəb olur. Bəli, bu düzgündür. Çaylar quruyur məsələn. Geyim sənayesinin ekoloji təsiri yalnız istehsal mərhələsində müşahidə olunub. Yanlışdır. Moda sənayesi təbiətə ən az mənfi təsir edən sənayədir. Xeyr, ən çox əslində. Ona görə 17-də cavab olacaq B. 18. Aral dənizinin 40 il ərzində 90% qurumasına nə səbəb olmuşdu? Təbii ki, pambıqçılığın inkişafı. Bayaq da onu sizə göstərdim orada ki, Qazaxstanda pambıqçılığın inkişafı. Bax, Aral dənizinin 3-cü abzasının sonuncu cümləsində qeyd olunmuşdu. Demək 19. Müasir dövrdə cins geyimlərin istehsalına istifadə olunan indigo boyasının əsas problemi nədir? Əvvəl indidonu bitkilərdən alırdılar, sonra isə çoxalma nəticəsində əldə edə bilmirlər. Və çaylar, çöllər, gölləri çirkləndirir. Yəni müasir dövrdə deyir, baxın, müasir dövrdə cins geyimlərin istehsalında. Ona görə baxın bu hissəyə baxacağıq ki, deyir ki, əvvəl keçmişdə bitkilərdən alınırdı, amma indi, yəni müasir dövrdə cins geyimləri böyük tələbat olduğu üçün bu boya tez və ucuz başa gələn sintetik maddələrdən hazırlanır və bu da su, kimyəvi maddə tələb edir ki, çayları, gölləri çirkləndirir. Demək cavab çayları, gölləri çirkləndirir hissəsi olacaq. Ona görə cavab burada D variantıdır və sizə abzasda da göstərdim. 20. Moda sənayesinin ekoloji təsirini azaltmaq üçün mətnə əsasən hansı həll yolları təklif edə bilərik? Yəni həll yollarını təklif eləməyi deyir bizə. Cins geyimlərin geyinilməməsi istiqamətinə təbliğat aparılmalıdır. Qəti şəkildə bu yanlışdır. İnsanların az geyim alması üçün qiymətləri qaldırmaq lazımdır. Nə əlaqə? Yəni yanığına körüklən getmək. Ona görə D-ni çıxıram, B-ni çıxıram, 1-2-ni. Geyimlərin torpaqda parçalana bilən təbii materiallardan hazırlanır. Bu ola bilər. Dünyada dəb daha tez-tez yenilənməlidir. Əksinə deyir ki, yəni sadə parçalardan istifadə olunmalıdır ki, həmişə dəbdə olsun, yəni az paltar alınmalıdır. 4 də yanlışdır. Kimyəvi boyalar əvəzinə bitki mənşəli boyalardan istifadə olunmalıdır. Bu da doğrudur. 3 ilə 5 cavab olacaq A variantı. 21. Mətnə əsasən hansı bəndə səbəb-nəticə əlaqəsi pozulmuşdur? Pozulanı istəyir bizdən. Səbəb cins geyimlərə tələbat artır. Nəticədə digər parça növləri sıxışdırılır. Burada elə bir şey yox idi ki, cinsə tələbat artsın. Çünki artıq biz burada pambıqçılığın, yun inkişafını, kəşmir materiallarının da inkişafını görürük. Ona görə A variantı ilə 21-də yanlış variant olaraq işarələnəcək. B-də deyir ki, kəşmir yun daha çox istehsal olunur. Otlaq sahələri yararsız hala düşür. Bəli, çünki 70% çoxaldılır, yəni qoyun sürüləri. Ona görə otlaq sahələrdə yararsız hala düşür. Doğrudur. Geyimlər süni boya ilə rənglənir. Su hövzələri, kimyəvi maddələri çirklənir. Bəli. Bu əsasda cins parçadan indigo material boyasının əldə olunması üçün. Sintetik geyim tullantıları çoxalır, torpağın çirklənməsinə səbəb olur. Bu da torpaqda həqiqətən də deyir ki, 200 il müddətində, bax burada da qeyd olunmuşdu ki, 200 ildən çox çəkə bilər yəni onların parçalanması. 22. Mətni yazmaqda müəllifin əsas məqsədi nədir? Əsas məqsəd ondan ibarət idi ki, təbii ki, yəni dəbin tez-tez yenilənməsi insanların dəbə olan bu marağı təbiətə ziyan vurur. Yəni bu diqqəti ona yönəltmək istəyirdi. Bu da C variantının öz əksini tapmışdı. Geyim sənayesinin inkişaf etdirilməsi məqsədilə bir sıra üsullar təklif etmək yanlışdır. Üsul təklif etmir. İnsanları dünyadakı moda yeniliklərini izləməyə, dəblə ayaqlaşmağa çağırır qəti şəkildə. Geyim sənayesinin inkişafında bir çox ölkənin rolu haqqında məlumat verir. Yanlışdır bu da gördüyünüz kimi, elə bir məlumat yox idi. Cavab 22-də C variantı. 23. Mətndə geyim sənayesinin ekoloji problemlərə bağlı doğru. Əsas fikri hansıdır deyir. İnsanlar cins geyimlərdən daha çox istifadə etməlidirlər kimi fikir verilməmişdi.
Moda sənayesi iqtisadi inkişaf üçün vacibdir. Ekoloji təsiri nəzərə alınmamalıdır. Yanlışdır. Su israfının qarşısını almaq üçün paltarlar mümkün qədər az yuyulmalı. Qəti şəkildə yanlışdır. Dəb naminə geyimlər almaq ekoloji problemi daha da dərinləşdirir. Bəli, cavab olacaq D variantı. 23. Cümlə mətnin hansı abzasının sonuna əlavə edilə bilər deyir burada. Həmçinin köhnəlmiş paltar və ayaqqabı zibilliyə atmaq əvəzinə ona yeni həyat vermək, təmir etmək mümkündür. Bu təbii ki 6-cı abzasa aid olacaq. Baxın, burada deyir ki 6-cı abzasda dəb naminədir ki, bu qədər ziyan vurmağa dəyərmi? Tez-tez deyir ki, dəbin təsiri altına düşüb paltar almamalıyıq, sadə klassik geyimlərə üstünlük verməli. Yəni çıxış yolunu bunda görür də əslində. Ona görə A variantı 6-cı abzas daha uyğun gələ bilər ki, yəni köhnəlmiş paltarlar zibilliyə atmaq əvəzinə ona yeni həyat vermək, təmir etmək düzgündür. Hansı başlıq və yarım başlıqlar mətnin məzmununa aid deyil? Aid olmayan burada tekstil tullantının artması və ekoloji fəsadlar var burada. Təbiətin mühafizəsi ilə bağlı aksiyaların keçimi bu yoxdur. Pambıqçılığın su ehtiyatlarına mənfi təsiri, bəli, bu da düzgündür. Kəşmir parçalarının istehsalı pambıqçılıq, yəni su ehtiyatlarına təsir eləyirdi. Geyim sənayesinin ekoloji təsirini azaltmağın yolları, ekoloji təsirini azaltmağın yolları verilmişdi, bəli. Axırıncı abzasda verilmişdi. 25-də cavab olacaq B variantı. Mətnlərin izahları bu qədər. Siz əgər videonu bəyənməmsinizsə, videonu bəyənin, kanala abunə olun, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın ki, nə qədər səhviniz, nə qədər düzünüz qaldı. Ümumiyyətlə, imtahan haqqında sizin də fikirləriniz mənim üçün önəmlidir. Ümumi olaraq öz subyektiv rəyimi bildirmək istəyirəm videonun sonundayıq çünki. Yəni, mətnləri belə deyək, mətnlər çox da dəhşət dərəcədə çətin bir şeylər deyildi. Əsas da düyük, yəni kasası mətni, çünki bədii mətni idi, amma digər mətnlər isə birinci mətn ələxüsus, yəni biraz uşaqlara çətinlik törədə bilərdi. Ümumi olaraq götürək ki, qrammatika suallarının salınmaması məndə biraz təəssüf hissi oyatdı həqiqətən də. Çünki 3 mətnin verilməsi ən azından bir mətnin əvəzinə qrammatika suallarının olması daha düzgün olardı. Yəni çünki biz təkcə uşaqlara oxuyub anlama üzərindən yox, həm də dil qaydaları üzərindən, dil qaydaları məzmun xətti üzərindən uşaqlara nələrsə öyrədirik. Bunun yəni ən azından bir 5 sualının qrammatika olması təqdirə layiq olardı. Bu qədər, çox sağ olun.